Bax, belə-belə yox, bax, belə-belə. Çəkiyorum. Bu salatındır. Bu çoş bizim salatımıza yazıyor uşaqlar. Xiyar doğrayın. Bax, biberi necə doğramışsınız? Xiyarı da elə doğrayın. Pənah götürün hamuz. Xiyardan bölüşdürün uşaqlara. Hamuz elə doğrayın. Ay sağ ol, hə. Başqa təmizdir. Xiyardan ver mənə. Götürün. Ay sağ ol. Hə, ay sağ ol. Nazik. Hə, o qabığın pulla. Bu prosvet, musur. Hə, musur. İnadım. Sən bıçağı ver mənə. Hə, onu soy tök bura. Dəqiqə. Buz sana vereyim. Hə, onu ara. Hə, qatı. Hə. Bax, bura gedir, salata gedir, kahı. Bütün mix göyərtilər hamısı. Göyərti gedəcək, qarıq gedəcək, koreyski salat köş gedəcək, varımızdır. Belə köş gedəcək. Biberlərin hamısından xiyar, pomidor. Duman pomidor olmalıdır xaladikdə, onu ver. Bir də pomidor. İndi görəcəksiniz. Ən axırda da ciyəri qızardacaq. Ciyəri qatacaq bura. Bu həm xalodlu kimi gedir uşaqlar, bilirsiniz da. Hə, qoy qorusun, qəşəng qorusun. Biraz ona yağ atır rəvanə. Ay sağ, çox qəşəng. Ay Allah. Dəmdir, sən də verək xiyar doğra. Yox, da var. Hə, pomidoru ver mənə. Ay Allah. Mən almışam. Bax, uşaqlar, bu ciyərdə salatındır. Bu ciyər də qəşəng. Bax, qızardacaq, qəşəng. Yağda. Bunu əlavə edirik salatımıza. Bu salatımız özü bir yemək sayılır. Eşidirsiniz qızlar? Təmin eşidirsiniz? Bu salat özü bir yemək sayılır uşaqlar. Məsəl üçün, evdəsiz, acıyanda və yaxud da məclis olanda xalodlu kimi. Elə bütün tərəvəzləri tökdünüz, bunu da qızardıb əlavə edirsiniz. Xahiş edirəm.